Salam dostlar, hər vaxtınız xeyir olsun, gününüz xoş keçsin. Bugün sizlə bir yemək resepti paylaşacağam. Amma bu sadəcə bir yemək resepti olmayasıdır. Çünki uzun söhbətlərim var sizə, uzun yenə danışacağam. Bu videonun adını yemək videosu qoyaq, amma əslində olsun söhbət videosu. Gəlin bir yerdə sizlə söhbət eləyək, yeməyi hazırlamağa başlayaq. Bugünkü menümüzdə mərcimək şorbası hazırlamaq qərarına verdim. Bir də farşım var. Bilmirəm farşdan nə hazırlayacağam. Hal-hazırda şorbanı hazırlayayım. Sonra süni intellektdən soruşacağam ki, farşdan nə hazırlamaq var. Bu yeməyin reseptini də süni intellekt mənə verdi. Əslində reseptini bilirdim də ağlıma gəlmirdi nə hazırlayayım. Bir neçə yemək resepti soruşdum və aralarında mərci şorbası var idi. Ağlıma gəldi ki, mən niyə mərci bişirmiyorum uzun müddətdə. Ona görə də məncə ara sıra belə şeylərdə süni intellekti kullanmaq olar. Maraqlı şeyləri yadımıza salır və yaxud yeni bir reseptlər verə bilir. Deməli, nə varım? Soğanı xırda doğrayıram gördüyünüz kimi. Yağımı qoymuşam qızmağa. Yağ qızan kimi soğanları da doğrayıb töşəsiyəm bura. Soğanı doğramağa başlamadan əvvəl belə mərciyin yuyub, mən də 2 cür mərcidir. Belə qarışdırmışam və suya qoymuşam. 10 dəqiqə mən soğanları hazırlayan müddətdə belə suda durur. Aslında saxlamaya da bilərsiniz suda. Əgər vaxtınız yoxdursa, varsa qoy qalsın. Mən şimdi dediyim kimi soğan doğradığım müddətdə qalsa ziyanı yoxdur. Soğanları əlavə elədim. Birazcık qızardıram soğanları. Bu arada bu süni intellektlə qısa bir müddətdir işləyirəm. Nətər işləyirəm? Məsələn, o deyirlər, əl altında internet var, hər şeyə, hər yerə ulaşa biləsən. Əsas odur, yaxşı yerlər, düzgün yerlərə ulaşasan. Yəni kötü kullanmaq yerinə və yaxud mənasız suallar vermək yerinə çox adam oturur söhbət eləyir. Mən də tər adamım, sən də tər adamsın. Demək yerinə məncə hamı bir-birini özünü tanıyır, əsas odur. Onları demək yerinə mən nə tər istifadə edirəm. İşte belə yemək reseptləri hal-hazırda yadıma düşdü. Əslində uzun bir müddətdir ki, belə maraqlı bir sayt axtarıram ki, belə əldə olan ərzaqlarla hazırlanması yeməklər, amma o saytı tapdım. Çox xoşuma gəlmədi, nə yalan deyim, çox belə əksikləri var idi. Amma əldə olan ərzaqları süni intellektə yazsınız ki, əlimdə bu ərzaqlar var, bundan nə hazırlaya bilərəm və sizə fərqli yeməklər, çeşidlər, yəni qabağınıza qoyur. Və yaxud mən ən çox nədə istifadə edirəm süni intellekti. Məsələn, deyək ki, harasa getmişəm və yaxud yolda nəsə bir şey görmüşəm və tərcüməsini bilmirəm. Sırası süni intellektdən soruşuram, tərcüməsi deyil. Çünki çox vaxt translate düzgün tərcümə eləmir həqiqətən. Uzun müddətdə demək olar translatedən istifadə eləmirəm düzgün tərcümə eləmədiyinə görə. Və yaxud internetdən ingilis dilində nəsə bir şey axtarmalıyamsa əgər və o sözün qarşılığı nədir bilmirəmsə əgər, onu da sırası soruşuram və sizə konkret olaraq məsələn translate bir dənə, maksimum 2 dənə tərcüməsi verir sözün. Amma süni intellektdə fərqli əlavələr də eləyir. Məsələn, mən təsəvvür divar soruşmuşdum. Divar rəngi nətər yazılır? Divar rəngini yazmaqla bərabər divara rəng çəkmək nətər olasıdır? Nə bilim, kağıza divar eskizi yaratmaq nətər olasıdır? Və yaxud nə bilim, fərqli olsun, ağlınıza gəlməyəcək şeylər verir. Ona görə də fikrimcə süni intellektdən istifadə eləmək olar hələ də ki, bu dövrdə. Və qadınlar olaraq həqiqətən hamımızın dərdidir, ən böyük gündəlik problemlərimizdən biridir ki, mən bugün nə bişirim? Yəni onu düşünmək daha çətindir. Nəinki durub 5-10 qazan yemək bişirmək daha rahat. Nəinki o bişirməyə bir şey tapmaq. Adam əsəb olur həmişə anamla danışanda o məndən soruşur, nə bişirəsən bugün? Mən də bişirməyim, sən də bişirəsən. Mümkün bir fikirlərimizi bir-birimizə veririk da. Amma yenə də istər-istəməz azlıq eləyir. Adam istəyir ki, fərqli bir şeylər hazırlasın. Yəni, eyni şeyləri nə qədər hazırlamaq olar, nə qədər yemək olar, adam yorulur. Ona görə də siz də istifadə edə bilərsiniz. Bunu çəkmişkən dedim, sizə də məlumat verim. Yəni, ağlına gəlməyən ola bilər. Ola bilsin ki, çox adam istifadə edir, amma ağlına gəlməyə bilənlərdən ötürü bu məsləhəti vermək istədim. Belə ki, yeməyimizi bişirək. Telefonu qazana biraz yaxın tutmaq istəmirəm. Çünki səs gəldikcə mən səsim itir. Həmişə videolarda pişirirmişim. Belə az da qızardıram. Bu arada belə qazanda bişirirəm. Çünki bir 10-15 dənə qab bulamaq istəmirəm, nə yalan deyim. Biraz qızardı. İndi bura pomidor tomatı əlavə edirəm biraz.
Yaxşıca yenidən içdiyi bir yerdə qovuram. Tomatını da biraz pişirsin diye soğanı. Soğan da hazırdır. Kənarda belə xırda kartof doğramışam. Belə kub olacaq şəkildə. Bunları əlavə edirəm. Mərcilərin də suyunu süzdüm. Mərcini də bura əlavə edirəm. Və hamısını yaxşıca belə qarışdırıram. Daha sonra üzerine su əlavə edirəm. Üzerine çıxacaq qədər. Bura zövqümə görə biraz duz. İstəyiniz uyğun olaraq istot əlavə edə bilərsiniz. Mən uşaqlara vermək fikrim var deyə istot əlavə eləmək istəmirəm. Və azca da belə biraz dad qatmasından ötürü zirə əlavə edirəm. Yaxşı qarışdırıram. Və kartof və mərcimək yaxşı bişənə qədər orta odda bişirirəm. Anam bizdə idi deyə yeməkləri o bişirirdi. Demək olar anam bu zamanda heç kuxniyə girmədim də bir dəfə nə girmişəm, nə yoxdur. Tortsa taslamaqdan ötürü qalan bütün yeməkləri falan o hazırlayırdı. İndi anam gələndən sonra uyğunlaşa bilmirəm elə bir kuxniyə. Girəmirəm. Girsən gözən yemək axtar. Qazdı üstündə gözən yoxdur heç. Şey onda çatır ki, ya sən hazırlamalısınız. Döndük yenə əvvələ. Düzdür, anam hazırlayıb qoydu. Biraz buz gözünə yeməklər, xüsusən dolma. Əsgər dolma, tənək dolmasını xoşlayır deyə. O qədər dolma hazırlayır. Yəni 3 ay boyunca təsəvvürə gətirdim. 90% dolma yemiş. O bir nənəsi də oradan gələn adam olanda sırası dolma verir, göndərir bizə. O Bakıdan təsəvvürə gətirib, Bakıdan Moskvaya dolma gəlir. Mən özüm əvvəllər bişirirdim, əsgər olanda, nə bilim, əsgər olmayanda, uşaqlar olmayanda və yaxud Esra, əsgər bağçada olanda. Amma ayda doğulandan sonra həqiqətən dolmaya falan vaxt qalmır. Belə tez baza bir şeylər hazırlamağa çalışsaq, xüsusən də həm sulu yemək, həm quru yemək olmalıdır ki, nə bilim, Esra bəyənmir dolmanı, bir təzə nəsə o qədər yedirdi ki, təzə yeməyə başlayırdı. Çox belə quru yemək yemirlər də, sulu yeməklə əksərən böyükdilər deyək. İki yeməyi də bir gündə çatdırmaq biraz çətin olur mu? 3 dənə uşaqla istər-istəməz aydan gəzdirmək var, nə bilim, mobilislər, bağça yaparmaq var, ev işləri var, silmək, süpürmək, tozlamaq, aynaları, yəni hər saat silsən belə yenə də aynalar çirklidir, çünki bilmirəm, nağarırlar, yalayırlar. Və mən də o da çirkli görəndə hissələnəm, nə yalan deyim. Yəni elə adamlar var ki, deyir ki, uşaq da eləsin, dursun, nə olarsa. Əslində elə adamları təbrik edirəm həqiqətən. Kaş mən də elə olardım biraz rahat ki, olsun da batırasınız da halini siləcəm, yenə bax, yox, yenə durub o silinməlidir ki, 10 saniyə sonra bir də batsın. Mən buradan silim, ayda gəlir odan yalayır yenə. Bir də evdə səliqə olmalıdır, yəni nəysə deyək ki, çatdırmıram, eləmirəm. Amma o səliqə yerində olmalıdır. Məsələn, ilk uşaqlar belə sıra ilə düzülməlidir. Düzdür, 3 dənə uşağım var, hər deyən elə olmur. Əsgərlə Esra evdə olanda, vəbşi, otaqdan çıxdın, bitdi. Otaq, yəni qoyduğun kimi tapmaq qeyri-mümkündür. Paduşkalara qədər, yorğanlara qədər tökürlər hamısını. Düzdür, ara sıra deyəm ki, qoy oynasınlar, sonra görəm, yox, dözəmirəm. Ama yığışdırdı kruşkaların sonra oynayacaq, yorğan töşəyə tökürsünüz, siz hər şey tökürlər, evdə hər şey tökülür. Ayda şkaflarımı tökməyə başlaydı, paltarlarımı tökür, bunlar yorğan paduşkaları tökürlər. Ev elə bil ki, köçür o evdən, o vəziyyətdə olur. Yəni ona görə də deyim kimi belə dolma falan büküm edeyim, qətiyyən vaxt qalmır. Ayı da hal-hazırda yatır, səhər yuxusuna qoyanda, biraz səhər saat 6-dan mı, 6-nın yarısından mı, neçədə durur, heç bir fikrim yoxdur. Hay mən oyatmağa çalışır, oyana da bilmirəm. Axırda yazıq bezib biraz sakit durur, sonra yenə başlayır gözümü zadı barmaqlamağa, durmama da bəsdir. O şum 6-nın yarısından 6-ya mən yuxudan oyadır. Ona görə də saat 9 olmamış, yuxusu gəlir. Yatdıram, səhər tezdən durur deyə. Biraz yatır. 1 saat müddətinə haydasa aralıqsız yatır. O 1 saat aralıqsız müddət mənə elə bil ki 15 saat kimi gəlir. Həqiqətən bütün işlərimi belə tez görüb qutarım. Amma bir iş var ki, səhər Əsgərin Əsran bağçaya aparanda, qaydanda arada bir maşında yatır qalır. Maşında yatıb qalırsa, vəsiyo. Mənim həmin gün demək olar işim bitdi. Çünki iş görməyə də qoymur. Deyir ki, bütün gün mən qucaqla oturaq bir yerdə. Ya mən apar gəzməyə, ya da qucaqla oturaq, başqa heç nə eləmə. Yəni mən durub özümü bir seçin, çıxay belə toymağa imkan vermir. Sıraz gələ təyiblə tuturur, başlayır ağlaya.
Yəni günün əksər vaxtları oyaq olursa əgər, yatanda zaten çox səs salmamağa çalışıram. Dediyim kimi səhər yuxusu biraz möhkəm olur deyə danışa bilirəm ürək rahatlığı ilə. Amma gün ortaları yatdısa, mən uje ağzımı açmıram. Kitabımı götürüb ki, otururam divanda, başqa heç nə eləmirəm. Yəni sözümün canı, bu aralar biraz resept videolarını yüngülləşdiririk. Daha asan, daha tez hazırlanan bir şeyler hazırlayırıq. Böyləcə evlilərə və xüsusən uşaqlara kömək olası videolar çəkirəm deyə düşünürəm hal-hazırda. Çəkirəm, ümid edirəm deyə də düşünüm. Çünki bilmək olmaz, sabahdan Ayda xanım nə almaq istəyirdi. Aydan da hər ayı bitəndə, yəni tortu özüm hazırlayırdım. O da əvvəl müəllim də soruşur. Əsgər incəsinə qoymuşuq, incəsin müəllim gəlir və hazırlığa. O soruşur ki, tortları özün hazırlayırsan, da görür orada qoyanda, eləyəndə. Deyirəm, hə, özüm hazırlayıram, amma son 2 ayda hazırlamıram. Çünki ayda bir ayında özüm xəstə oldum, vəbşi tərpənə bilmədim, hazırlaya bilmədim, mağazadan aldıq. Keçən ayda anam getdi, tək qaldıq, yadımdan çıxdı, qızmayıb bitdik. Ayın ikisi akşam yatıma düşündü ki, sabah ayda ay bitirmiş. Hər nəysə, bu 2 ay qaldım, 10 ayını bitirdik çox şükür. Gəzməyə başlasa deyə düşünürəm. Əvvəldə rahat deyəsiyəm, çünki dediyim kimi istəyir ki, gəzsin və mən gəzirəm, o iməkləyə qalır və hissənir, yorulur deyə mənə qoymur. Yəni gəzməyə, iş görməyə, nə bilim, heç nə eləməyə də. Gəzsə, inanıram ki, gələr, özü dalımıza gəzər, qaça-qaça ciyər, biraz dincələr. Həm əsgər Esra ilə oynamağa başlayır deyə düşünürəm. Həyətə də düşürəm də, heç olmasa baxa-baxa qalmaz, indi həyətə düşürəm. 2-3 saat gəzdirəm, elə zorla yuxlayır da, yuxusu gəlsə belə. Çünki baxmaq istəyir, oynamaq istəyir, düşmək istəyir. Mən də düşürəm, düşürsəm gəzə bilmir, iməkləməyə qoymaram. Əsla hal-hazırda, düzdür, hal-hazırda qar var çöldə, zaten iməkləyə bilməz. Amma qar olmadığı müddətdə belə, yəni yerdəki hər şeyi ağzına qoyur. Yerdə bir dənə şey görür, nətər ağzına qoyur. Məsələn, əlinə peçeni verirəm, deyək də, stolunda otururam, tullayır yerə peçeni. Deyir ki, mən də düşür yerə. Düşür o peçeni, əzir, qəşək əli ilə. Sonra başlayır xırda-xırda götürüb yeməyə. Yəni, öyrəşir o xırda-xırda götürüb yemək şeyini. Biləm ki, həyətə düşən ki, əsgər də heyliydi, məsələn. Əsgər iməkləməyə, gəzməyə başlamışdı. Amma tez-tez gəzməyə başlamışdı, yorulurdu, eləyirdi. Oturan kimi sırası yerdə şişeyi götürüb ağzına qoyurdu. Yenə də düşünürəm ki, gəzsə daha rahat olasıdır. Prosto deyim kimi o yerdəki şeylərdən gərək biraz qorumaq lazımdır ki, yeməsin. Çünki zaten xəstə yox. İlin 12 ay xəstə yox. Həqiqətən ilin 12 ay, o gün ay deyədi, arada bir söhbət edirəm də qızımla, başa düşsə də, düşməsə də. Deyəm, sən 10 aylıqsan, 11 ayda xəstəsən, qızım, sağalmadın, yəni həqiqətən sağalmadın. Ya əsgər gətirir, ya israr gətirir, ya nə bilim, mən nətərsə xəstələnəm, ya Pünhan nətərsə xəstələnir. Yazıq, yəni normal bir şəkildə bir həftə sağlam olmadı da, qripdən, burun axması, ya nə bilim, qızdırma. Hal-hazırda İsra yenə evdədir. Bilməm, səsini eşitdiniz yoxsa yox. Yenə xəstələrdir, yenə qızdırmalıdır. Mən özüm də xəstəyəm. Boğazım pərtdir. Yəni həqiqətən əsgər bir neçə gün pis oldu. Skordan tutmuş gəldi. Amma düzəldi, çox şükür, betərləmədi. Getdi bağçaya göndərirəm, 2 gündür. Amma Esra hələ ki evdədir. Görə hava isinsə, həyətdə qar var. Aprelin 10'u deyəsən, 10'du mu, 11'i mi, bilmiyorum, hiç aynayacağız. Həyətdə 40 cm, 50 cm qar var. Dünən maşını mən zorla çıxartmışam. Əsgərin dalıcacığını. O qədər qar var idi, təmizlənmir. Və üstəlik hava nəmdir deyə qarın ağırlığı o qədər ağırdı ki, təmizləmək mümkün deyil. Yəni maşının üstündən təmizləyəmədim mən yarım saata. Min deydim axtan bir görmək yaxşıdır. Bu ən isti günümüzdür, təsəvvür edin. Uca ərikdir demək olar. Yəni ərisə də belə maşınların qabağına falan baxın. Mən kimi 2-3 gündür burada çıxmır deyəsən. Deyim ki, məsələn, xəstə oldu, 2 gün çıxmadım maşının üstündən, yəni zorla təmizləmişəm qarı. Çıxmırdı. Hələ bir fikirləşdim ki, ilişif qalası da maşının oralarda incə var, ilişif qalmadı. Dediyim kimi, uca ərikdir. Yəni o qədər qar var idi ki, bu heç nə görsənmirdi. Bu isti gündür. Sabah bir dənə temperatur aşağı olasıdır. Birisi gündən güya ki isinəsidir. Gələn həftə 20 dərəcə istilər deyirlər. Bilmirəm, qışdan çıx istiyə, istidən çıx soyuğa. Ona görə də yəni bir türlü toparlanmaq olmur. Biraz yay gəlsəydi görək, biz özümüzə toxtaya bilirdik. Oy belə. Yemrəm, mənə Moskva işini hisslənəm. Bugün yenə çox söhbət elədim.
Çünki bilmirəm, danışmağa başlayanda dayanamıram. Dayandımsa əgər kimləsə görüşürüksə, nəsə söhbət eləmək lazımdırsa, əgər sakitəmsə söhbətə giriş eləmirəm. Bilmirəm niyə, həbliyəm özümdə valla. Qıraqdakılar hamı sakit kimi söhbətə qarışmayan kimi danışır, amma bu kamera əlimə alan kimi dilim, ürəyim açılır özümə nasıl deyil, bilmirəm niyə. Bəlkə də rahat olam özümlə danışıram deyə. Qabağımda başqa tamam mı deyə. Hər nəysə, yenə də bunu da uzada getməyim. Gözləyirəm ki, yemək pişsin. Əslində bu müddətdə faşdan başqa bir şey hazırlaya bilərdim. Nəysə söhbət elədim. Bu səfər də belə olsun, uzun müddətdə danışmıram sizlə. Belə deyim ki, sizlə danışılası daha uzun söhbətlərim var. Əslində Instagramdakılar bilirlər azdan çoxdan, amma sizlərə deməmişəm hələ ki. Çünki yəni bir şey danışıramsa, nəsə bir şey göstərmək istəyirəm. Hər göstəriləsi bir şey olmadığına görə gözləyirəm ki, qoy olsun. Sonra danışa göstərim və aidiyə görə imkan da yoxdur, düzdür. Dediyim kimi, Esra'da evdə də xəstədir deyə. Amma sizlə maraqlı qəşəng şeylər paylaşasıyım. Daha bilmirəm, sabah paylaşaram, büsün paylaşaram, bir ay sonra paylaş. Bir ay dözənmərəm, yox. Bir ay dözənmərəm, nə yalan deyim. Amma qəşəng maraqlı şeylər paylaşasıyım. Burada ötən səfər izləyicilərimdən bəziləri qəşəng xoş arzu diləklər yazmışlar. O arzu diləkləri öz yerinə yetirdi deyim. Ki, ipucu verim qoy. Nəysə, səsim də deyir ki, daha bəs də az danış. Yemamıza baxaq görək bişdi. Pişər yəqin şimdiyə. Bu uzun danışdığım müddətdə baxdım, gördüm ki, bəsməlcilər qəşəng bişitdi, soğanlar qəşəng bişitdi, amma kartofu birazcıq bəkdi. Ona görə də biraz da bişirirəm. Və bu bişəndən sonra mən yəqin ki, bu blenderdən keçirmək istəyəcəyəm. Çünki uşaqlar hələ yeməyəsdilər. Yəni, soğan ağızlarına dəysə, vəsiyo, dava düşəsə də evdə. Ona görə də mən bu blenderdə yiyəcəyəm. Mərcimiz orada bişsin. Mən də Esra'ya zoğal mürəbbəli çay yaparım. Aslında xəstə olmayanda çay vermirəm də, belə xəstələnə köküf verirəm ki, sağ olsun. Ciddi. İdman diye kızım cevap görüyorum. Молодец. Kıpkırmızı kızar mısın Esra? Ay çaş mamam da idman eləyə elə. Eləsəydi, eləyə bilərdi. Eləyə bilər əslində, tənbəldir. Молодец de, umniçka. Bax, söhbət açıyorsunuz. İdman demişkən, buralar uca düşünürəm idman eləməyə başlamağa. Əvvəllər ayda təzə olanda eləyə bilmirdim. Nə, yəni diyet mi desəm, biraz yeməyimi fişir mi verim desəm, onlar qətiyyən eləyə bilmirdim. Yəni ayda izlədiyimə görə başım hərlənirdi sırazı, həm idman edəndə, həm yeməyimi biraz nəyisə saxlayanda, nəyisə azaldanda. Yəni həqiqətən ona görə bu aralar bayağı bir artırmışam yeməyimi. Qəşəng yeyirəm öz aramızda. 60 kilo olmuş. Əvvəllər 54 kiloydum qız vaxtı. 54 kilo olmaq istəmirəm. Ən azından belə 57 olsam məncə yaxşıdır. İdmana başlamaq fikrim var dediyim kimi. İdmana başlamaq yoxdur, yəni ev üsulu, evdə yeməklərimi biraz azaltmaq, nə bilim şirniyyatı, bilmirəm nə tər azaltası üçün sevirəm şirniyyatı. Xüsusən də şokoladlı şeyləri. Amma bir yerdən başlamaq lazımdır, yoxsa alıb başının ceyəsi də həblə 60'lara, 70'lərə, 80'lara bilirəm ki, dayanmasam. Çünki mən hər şeyi abartmağı xoşlayıram. Yəni, nəysə bir şey qədərində eləyib, yoxdur mənə. Axıra qədər abardım. Yəni, özümü tanıyıram. İdmana da getməyi düşünürəm. Amma Aidanı bağçaya qoyandan sonra Aidanı bağçaya, burada pullu bağçamız var. Hansı ki, əskərin Esra geyirdilər bu vaxtı, pulsuz bağçaya düşmədiyimiz müddətdə. Yəni onları tanıyırıq, yaxın da evə də. Deyirlər ki, 1 yaş 4 aylıq səhv eləmirəm, 1 yaş 4 aydan sonra götürürlər orada. Günortaya qədərdir, saat 1-ə qədər və yaxud günorta qoysan saat 3-dən 7-yə qədər. Prosta 3-dən 7-yə qədər bizə sərf eləmir, səhər qoyasıyam. Bilmiyorum ki, mən işlərimi səhər görüb qutarmağı xoşlayıram. Səhər əskəri sınavına aparıram bağçaya, oradan qaydanda aydan qoyuram, orada 9-da açılır çünki. Əskəri sıra daha tez geyirlər bağçaya. Səhər yeməyini çatsınlar deyir. Çünki evdə səhər yeməyi yeyirdiksə, həmin gün evdən çıxmaq mümkün olmur, qeyri-mümkündür. Ona görə də saat 9-un yarısına qədər biz Əskərin restoran bağçasında olaq. 9-un yarısında oradan çıxsam, 9-a ora çatsam, planlaşdırmışam. Çünki mən hər şeyə bir 10 il öncədən planlaşdıran bir adamam. Beynimdə quram ki, bu belə olsa, nətər olasıdır. Oturdu yəni yerinə. Sadəcə gözləyirəm ki, Aydanın
bir yaş 4 ayı, en azından bir yaş 6 ayı bitsin. Ondan sonra olası süper. Ondan sonra işte GSM səhər saatlarında gəlib evə tez bazar işlərimi görsəm və yaxud oradan prova getsəm idman eləməyə. Sport salda yaxındadır. Yaxında var. Əçənin sıra bağçada olanda yedim orada bir ara. Uzun bir müddət getmişəm, bir neçə ay. Qəşəng yəni işləmişəm. İşlədiyim vaxtlar oldu. Amma isyan eləyə. Çünki mən sevmirəm idman eləməyi. Çünki mən sevmirəm yeməyimi saxlamağı, kəsməyi. Yəni mən bu tortdan xoşum gəlsə, o tort oturub yemək istəyirəm. Yəni bilirəm o ki, çökərəm, nə var, amma yenə də istəyirəm o yemək, yiyəsiyəm yəni. Bilmirəm nə tər olasdı hələ. Amma bir şey eləyəsi yox inşallah. Danışdım, gənə getdim. Sağ olun, nə deyəcək? Məncə hazırdır. Çox qəşəng ətri var həqiqətən. İndi mən bunu blenderdən keçirim artıq. Kartofla yumuşaldığına görə rahat keçirə bilərəm. Məncimiz hazırdır. Çox dadlı oldu həqiqətən. Artıq servis eləmək olar. Üstünü belə biraz göy əti ilə, biraz susamla bəzədim. Bura əslində bal qabaq semiçkası çox qəşəng yaraşar, tumu. Çox qəşəng yaraşar həqiqətən. Amma bu səfər mən bal olmadığına görə bunları əlavə elədim. Adi şəkildə nuş eləyə bilərsiniz. Daha gözə xoş, daha iştahlı görünsün deyə əlavə elədim. Dadına bir daha baxıram. Əslində duzunu yoxlamaqdan ötürü baxmışdım. Yenə baxasıyam. Möhtəşəmdir həqiqətən və çox doydurucudur. Yəni ikinci yemək hazırlamayıbdır. Bu şəkildə nuş eləmək olar. Ayda yuxudan duydum, bəzəndim, düzəldim. Yeməklərim hazırdır, evlərim təmizdir. Oca oturub boş-boş işlərlə məşğul olmaqla zarafat qırağı, boş-boş iş deməyək, çox maraqlı bir şey tapmışam və sizlə bölüşməyin vacibliyini bilirəm. Çünki bu barədə mənə sual çox tez-tez gəlir. Mən bir şey bişirəndə, hazırlayanda şirniyyatlarda əksərən, belə yeməklərdə falan yox. Şirniyyatlarda qramla işləyirəm. Tərəzim var və qramla işləyirəm. Mənə çox rahatdır çünki. Nəinki belə gözə yarı tökmək, qram daha rahatdır və demək olar bütün hər şey istədiyim kıvamda alınır qramı düz olduğuna görə. Amma çox adamda tərəzi yoxdur və almaq da istəmirlər. Və onlardan tez-tez belə geri dönüşlər alıram ki, bəs paylaşdıqlarınızı ya stəkan ölçüsü ilə, ya qaşıq ölçüsü ilə deyin, biz də hazırlaya bilərik, tərəzimiz yoxdur. Onlara super bir variant tapmışam. İndi sizə göstərəcəyim. Deməli, iPhone-da olduğunu bilirəm, ancaq digər telefonlarda alınırmı, alınmırmı bilmirəm. Çünki bizdə telefonların hamısı iPhone-dur. Yəni başqa telefonda yoxlaya bilməmişəm, nə yalan deyim. Amma siz sınaya bilərsiniz ki, yox, alınır, yoxsa yox. Deməli, burada kalkulyator giririk. Adi şəkildədir, belə göstərim. Burada belə kalkulyator işarəsi var. Onun üstünə basıyorsunuz və burada konvertasiya var. Ona basıyorsunuz. Mən də rus dilindədir, amma fərqli dillərdə də eləyə bilərsiniz. Mən bunu adətən belə manatı nəyəsə çevirmək lazım olanda valyutadan istifadə eləyirdim. Amma bir müddət sonra buraları biraz qurtalayanda gördüm ki, burada fərqli bir şeylər də var imiş. Yəni məsələn manatı dollara, dolları manata, Türk lirəsinə, yəni nə lazımdırsa hamısı var, orada çevirə bilərsiniz. Və burada belə geyəndə fərqli bir şeylər qabağınıza çıxır. Və burada nələr var məsələn? Deyək ki, millilitr lazımdır abiom hissəsində. Digərlərinə də baxa bilərsiniz. Əgər lazımdırsa təbii ki, məsələn millilitr basıram. Bunu da dəyişirəm. Qoyuram ki, məsələn staloviya ложка. Tutaq ki, yazıram 100 millilitr nə qədərdir? Burada mənə göstərir 6 staloviya ложка. 6-dan biraz çox. 7-dən biraz az, 6-dan biraz çox. 6 yarımdan çox deyək. Bunu dəyişə bilərsiniz. Məsələn, necə çay ложка olsun 20. Yəni məncə çox mükəmməl bir şeydir. Uzun müddətdir bunu niyə biz bilməmişik, heç bir fikrim yoxdur. Tərsini də eləyə bilərsiniz. Əgər çay ложкadırsa, onu qrama çevirmək istəyirsinizsə, millilitrə çevirmək istəyirsinizsə, bu ona göstərir. Yəni bura mütləq şəkildə baxın. Yəni çox şey var. Oy, çıxdım yenə. Temperatur var, skorost var, davleniya, mощность, длина, uzunluq falan. Hər şey var, yəni nə istəsəz axtarıb tapmaq olar. Və təbii ki, burada
digər hissələrə keçid olsaq, biraz gəlin riyaziyyat. Uşaqların dərsini həll etdirməkdən ötürü fikrimdə var. Bu, bilmirəm, bunu işlətməmişəm. Buna girməmişəm, nə yalan deyim. Sadəcə standart lazım olur və konvertasiya. Bu şəkildə yaralanın. Bunu biləndə, yəni ilk sizlə bölüşmək istədiyim, dediyim kimi, o həqiqətən çox adamda yoxdur tərəzi və çox bəziləri var, heç uğraşmaq istəmirlər. Öyle eşitdilər. Məsələn, mənim anam stekan götür, stekan götürmür belə. Tökür onu üstünə tökür, все, hazır heç ölçmür. Yəni onu görə adamdan anlaşa bilmirik bu konularda. Deyəndə ki, falan şeyinə tərbişirsən, nə qədər nədən töksən, bitdi. Yəni oradan o tərəfə keçəmirik. Nə qədər nə tökürəm, söhbəti yoxdur bizdə. Deyir, falan şeyi, nə bileyim, gözə yarı tək də, bax da nə qədər aparırsa, o qədər. Amma bunu sizə göstərmək istedim ki, yararlanasınız sizdə. Dostlar, bugünlük bu qədər. Bu videonu burada saxlamaq qərarına gəldim. Çünki vəziyyətimizi görürsünüz də. Ты красивая. Ты тоже красивая. Куплю цветочки. Ты мне купить цветочки? Да, красивые цветочки. Спасибо. Все öğretmişim aynen cümle anları. Всем привет. Всем пока da deyirik. Qutardıq. Пока elə всем. Пока. Abone olun dinən. Sen de dinən. Abone olun, rey yazın. Yox, anamızda çoğu koymurlar. Sağ olun. Deyirəm, video xoşunuza gəldi. Gələn videolarda görüşənə dək. Özünüzə yaxşı baxın. Пока. Sen bu o kısnek deyil.